Salam əmi. Artıq ikinci plaşatka ilə üçüncü plaşatka arasında olan düz yolun orta hissəsində hörülmüş üçüncü pilləkanın artıq iki pillə getdikdən sonra tam bərabərləşəcək. Yan istinad divarlar hörülür, profillər qoyulur və içərisi doldurulur. İlk öncə daş düzülüb, sonra torpaqla, üstündən xırışla doldurulub. Və həm də ki, aşağı istiqamətə, aşağıdan yenidən pillənin və plaşatkanın hörülməsi üçün aşağıya daş tökülüb. Və burada yan üst istinad divar üçün daş yığılıb. Həm də ki, bununla yanaşı yuxarı istiqamətə buradakı plaşatkanın betonunun tökülməsi və üst istinad divarının rasforunun verilməsi üçün qum və sement daşınıb.